Salam dəyərli müəllimələr. Bugünkü mövzumuz operant şərtlənmə nəzəriyyəsidir. Operant şərtlənmə nəzəriyyəsində behaviorizmin davranışların müşahidə olunan, ölçülə bilən aspektlərdən araşdırıla bilən, yəni stimula cavab prinsipinə əsaslanan, bir sözlə müəllimlərin davranışını şagirdin beyninə ötürə bilmə imkanında olduğu fikri əsas tutan öyrənmə nəzəriyyəsidir. Həmən bu operant şərtlənmə nəzəriyyəsi. Operant şərtlənmə nəzəriyyəsinin də dedik ki, deməli, davranış öyrənilə bilən olar, qazanıla bilən olduğu üçün klassik fikrə əlavə olaraq behavioristlər davranışın həm də tərqidlə dəyişdirilə bilən digər davranışlarla da əvəz oluna bilən kimi baxırdılar. Bunların da əsas nümayəndələri Watsondur, Pavlovdur, Skinnerdir, Banduradır və Trondike'dir. Deməli, dəyərli müəllimələr, behavioristlər şərti refleksləri, yəni universal öyrənmə prosesi kimi qəbul edirdilər. Şərti refleks də bilirsiniz nədir? Şərti refleks kənar stimullara verilən təbii reaksiyadır. Şərti refleks. Yəni behavioristlər, yəni Watson tərəfindən əsası qoyulmuş, behaviorizmin Watson tərəfindən əsası qoyulmuşdur. Yəni 20-ci əsrin əvvəllərində psixologiyada da geniş yayılmış bir nəzəriyyədir. Yəni bu nəzəriyyə görə Pavlov şərti refleksiya haqqında təcrübələrini istinad edirdi. Watson deyirdi ki, mənə bir neçə sağlam uşaq və onları yetişdirmə imkanı verin. Bax, mən irsi xüsusiyyətləri, maraqları, istedadlarından asılı olmayaraq onlara istənilən sənət sahib edə bilərəm. Həkim edə bilərəm, hüquqşünas edə bilərəm, rəssam edə bilərəm, hətta dilənçi edə biləcəyimə də deyirdi, zəmanət verərəm. Deməli, behaviorizmdə, yəni operant şərtlənmə nəzəriyyəsində dəyərli müəllimələr mükafatlandırma və cəzalandırma üsullarından, yəni başdan öyrənmə üsuludur. Həm mükafatlandırma, həm cəzalandırma. Mükafatlandırma nədir? Mükafatlandırma stimullaşdırmadır. Yəni mükafatlandırma deyəndə şagirdləri arzu olunan davranışı təkrar etməsinə sövq etmək nəzərdə tutulur. Yəni cəzalandırmada isə arzu olunmayan davranışın qarşısını almaq üçün tədbirdir. Görülən hər hansı bir tədbirdir. Bax, həm mükafatlandırma, həm cəzalandırma pozitiv və negativ ola bilər. Müsbət və ya mənfi ola bilər. Pozitiv deyəndə biz istənilən mükafatlandırma və ya cəzalandırmada hər hansı bir fəaliyyət əlavə edilməsidir. Negativ deyəndə dəyərli müəllimələr, istənilən mükafatlandırma və cəzalandırma məqsədi ilə hər hansı bir fəaliyyətin çıxılması deməkdir. Nədənsə məhrum edilməsi nəzərdə tutulur. Yəni, operant şərtlənmə nəzəriyyəsində dəyərli müəllimələr dedik, həm mükafatlandırma var, yəni stimullaşdırma, həm cəzalandırma var. Mükafatlandırma pozitiv gücləndirici, cəzalandırma pozitiv cəzalandırma. Deməli, arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə edilməsidir. Arzu olunan davranışı gücləndirmək üçün nə isə əlavə etməliyik. Məsələn, tapşırıqları məsuliyyətlə yerinə yetirən şagirdi tərifləmək. Görürsünüz, nəsə əlavə etdik. Arzu olunan davranışa görə şagirdləri valideynlərinə pozitiv məzmunlu məktub göndərmək, mesaj göndərmək, yəni WhatsApp üzərində. Sonra, aktiv şagird potensialını reallaşdırması üçün ona məsuliyyət və ya öhdəlik vermək. Yarım ilin sonunda akademik nailiyyətlərini və sosial bacarıqlarını tərif etmək, sertifikat vermək, təşəkkürnamə etmək, nəsə əlavə etdikmi? Sonra, şagirdlərə kiçik hədiyyələr vermək. Sonra, gəldik, bu pozitiv gücləndiricidir. Bəs pozitiv cəzalandırma nədir? Pozitiv cəzalandırmada dəyərli müəllimələr arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə edilməsidir. Bax, pozitiv cəzalandırmada da nə isə əlavə edirik. Pozitiv gücləndirmədə də nə isə əlavə edirik, amma fərqli-fərqlidir. Bax, baxın, arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə edilməsi budur. Sinif qaydalarını əməl etmədiyi halda şagirdə tənəffüsdə qaydaları oxutdurmaq. Nə isə əlavə etdikmi, şagirdin vaxtı gedirmi? Davamlı olaraq dərsə gecikdiyi halda valideyninə zəng etmək. Ev tapşırığını vaxtında təhvil vermədikdə, dərsdən sonra sinifdə saxlayırıq və ev tapşırığını etdirmək. Məktəbdə dəhlizin divarlarını yazan şagirdi dərsdən sonra saxlayırıq, qalır, onları təmizləməyə tapşırmaq.
Görürsüz dəyərli müəllimələr, pozitiv cəzalandırmada, yəni arzu olunmayan davranışı azaltmaq üçün nə isə əlavə etdik. Yəni məktəbin dəhlizini yazıb, divarları yazan şagird özünü saxlayır, özünü təmizlətdik, gələndə o yazmayacaq. Bir də o heç bir vaxt dəhlizi yazmayacaq. Bəs dəyərli müəllimələr, negativ gücləndirici nədir? Negativ cəzalandırma nədir? Bax, negativ gücləndiricidə deməli, arzu olunan davranışı gücləndirmək üçün nə isə güzəştə gedilir, nə isə çıxarılır. Bax, tapşırıqları vaxtında yerinə yetirən şagirdi əlavə tapşırıqdan azad etmək. Görürsünüz, nə isə çıxdıq, amma müsbət yolundan çıxdıq. Çalışqan şagirdlərə tapşırıqları təhvil verilmə vaxtında güzəştə getmək. İl ərzində akademik nailiyyətləri yüksək olan şagirdi gəl tapşırıqdan azad etmək. Bax, arzu olunan davranışı gücləndirmək üçün nə isə güzəştə gedirik, çıxırıq. Sonra, bəs negativ cəzalandırma nədir? Negativ cəzalandırma dəyərli müəllimələr, arzu olunmayan davranışı azaltmaq üçün nəzərdə tutulur, güzəştə gedilir, nəsə çıxarılır. Bax, sinif qaydalarına əməl etmədiyi üçün şagirdə tənəffüzə çıxmağa icazə vermirik. Sinif yoldaşları ilə yola getməyən şagirdi ekskursiyaya getməkdən məhrum etmək. Görsən, arzu olunmayan davranışı azaltmaq üçün nə isə güzəştə gedir, çıxırıq. Tapşırıqları vaxtında yerinə yetirməyən şagirdi sosial tədbirə cəlb etməmək. Sonra, bir də var dəyərli müəllimələr, behaviorizm nəzəriyyəsini tətbiq edərkən müəllimin diqqət yetirməli olduğu məqamlar. Bunlar hansılardır? Bax, bunlar deməli dəyərli müəllimələr. Bizim məsəl üçün, davranışın müəyyən şərtini, şəraitin bilirik ki, nəticəsidir. Müəyyən şərtin, şəraitin nəticəsidir. Arzu olunan davranışı da əldə etmək üçün həmən şərtləri dəyişdirmək lazımdır. Sonra, təkrar edilmədiyini, istədiyini davranışı gücləndirmək üçün mükafatlandırma və müsbət gücləndiricidən istifadə etmək. Sonra, deməli, arzu olunmayan davranışı azaltmaq üçün ya gücləndiriciləri aradan götürmək, ya da bu cür davranışı göz ardı etmək, ya cəza üsullarına başvurmaq olar. Deməli, şagirdlər onlara maraqsız, darıxdırıcı gələn materiallardan əziyyət əgər çəkirsə, onları yenidən motivasiya etmək üçün xüsusi gücləndiriciləri, mükafatlandırıcıdan istifadə etmək lazımdır. Sonra, şagirdlərə maraqlı olan geniş çeşidli fərqləri, gücləndiriciləri seçirik. Yəni, oyuncaqlar, kartlar, şirniyyatlar, deməli, bunlardan istifadə edirik. Sonra, və yaxud da şagirdə bal, dərəcə, xal qazanmaları üçün iş vaxtında görülməyin bağlı hansısa bir kontrakt tətbiq etmək. Dəyərli müəllimələr, bugünkü mövzumuz operant şərtlənməsi nəzəriyyəsidir. Sadə, aydın, dildə izahını verdim.